Salam, əhval xeyir olsun, dəyərli izləyicilərimiz, traderlər, əməkdaşlar, iqtisadçılar. Bugün biz çalışarıq sizə ətraflı məlumat verək. Beynəlxalq maliyyə birjasında nələri baş verəcək. Yəni bildiyiniz kimi səhər saatlarında GEP-lə bütün bir çox cütlüklər, qızıldır, neftdir, deyək ki, bitcoindir, euro dolları, funt dollarıdır. GEP-lə aşağı doğru istiqamətlə davam etdirir. GEP-lə açıldı. Yəni YouTube kanalında siz ətraflı baxa bilərsiniz bu videonun ardına, full versiyasına. Yəni bugün nələr baş verəcək? Təbii ki, səhər saatlarından aşağı gəlibsə, yəni həftənin 3-cü gününə qədər bu istiqamət davam edə bilər. 3-cü gündən sonra korreksiyalara məruz qalacaq yuxarı doğru istiqamətlə. Keçək biz funtun dolar rəqabətinə gəlin. Funtun dolar rəqabətində nələr oldu? Yəni gündəlik isə 1550 pipsdir və 5-ci gün 2650 pips aşağı doğru istiqamətlə davam etdirdi. Təbii ki, korreksiyalar olacaq. Biz bunu Fibonacci əsasında qurmalıyıq. Yuxarı korreksiyaları bir-bir Fibonacci qızıl nisbətlərinə baxmalıyıq. Eyni zamanda biz nəzər satırıq ki, bay əməliyyatları 1.29 500-lərdən yuxarı formasında alış əməliyyatlardır və dönüş nöqtələri isə 1.29-700'lər və 1.30-500'lərdir. Bundan yuxarı formasında və istiqamətdən yuxarı doğru istiqamətə davam edir. Eyni zamanda satış əməliyyatları hazırki vəziyyətdən 1.28-400'lərdir. Keçək biz Evron dolar rəqabətdən gündəlik missiya 1570 pipsdir və bildiyiniz kimi sürətli hərəkətdən sonra trajektoriya dəyişib, genişlənib və deyək 5-ci gün 1800 pips aşağı doğru istiqamətlə davam etdirdi. Korreksiyalar təbii ki, yəni olacaq. Fibonacci əsasında qızıl nisbətlərlə siz bunu yoxlayın, yəni qurun və biz bunu VIP kanalında artıq qurduq. Eyni zamanda Qonaqol Telegram kanalında siz də qoşula bilərsiniz. Qonaqol Telegram kanalı pulsuzdur, VIP isə ödənişlidir. Və Evron dolar rəqabətinin 1.10 600'lərdən yuxarı forması alışları, 1.19 200'lərdən aşağı forması satışlardır. Keçək biz qızıla. Qızıl səhər saatlarında, yəni gündəlik missiya 75 pips olsa belə səhər saatlarında 70 dollar dəyətri aşağı doğru istiqamətlə davam etdirib və 84 dollar ondan sonra yuxarı doğru istiqamətlə davam etdirdi. Mükəmməl bir nəticə idi. Amma təsvir olsun ki, bir çox traderlər bu saatlarda yəni yatırlar, yəni dincəlirlər. Və bugün alış əməliyyatları yenidən olacaqmı, yuxarıdan gələcək mi, gəlməyəcək? Təbii ki, yəni biz gözləməliyik. Bir nöqtə çox üzrəm 30-50-55, yəni 3055'dən yuxarı formasında alışlardır. 30-13'lərdən, yəni 3013'lərdən aşağı formasında isə satış əməliyyatlarında siqnallar gələcək. Və bizim Magic platformamızda biz Prem'dən çəkmişdik və aşağı doğru istiqamətlə davam etdirməsini nəzər çatdırmışıq. Eyni ilə həmin istiqamət, yəni biz 2009-80'ləri nəzər tutmuşduq. Təbii hətta 5 dollar belə aşağı doğru, ondan aşağı doğru istiqamətlə davam etdirdi və nəhayət yəni bizim piramidamiz tamamlandı. Eyni zamanda yeni 3-4 piramidə daha əlavə etdik. Yəni diqqətlə baxın, yəni bu piramidalar əsasında içində hərəkətinə davam etdirəcək gələcəkdə. Keçək biz crude oil və future spotlara. Hər ikisi aprelin ikisindən belə 12 dollar dəyətlə aşağı doğru istiqamətlə davam etdirib. Bugün təbii ki, geplər yarandı. Geplər yaranması üçün, bağlaması üçün 64-50'lərdən crude oil'dən söhbət edir, yuxarı formasında alışdı. Satışlar isə 62-80'lərdəndir. Keçək biz future spotlara. Future spotlara alış əməliyyatları 65.25'lər, satışlar isə 63.60'lardır. Belə əzizlərim, Nasdaq S&P Dow Jones-a gəldiyi isə, Nasdaq S&P Dow Jones-da isə bunlar yəni hələ ki ümumi istiqaməti aşağıdır. Təbii ki 2-3 gündən sonra yuxarı korreksiyalar olacaq. Belə biz keçirik short videolarımıza. Yəni hazırda gördüyünüz kimi bizim Magic platformamız hardasa, yəni deyək ki bir piramidə vardısa biz 4'ünü də əlavə elədik və bunun çərçivəsində hərəkət edəcək. Bizim Qonaqol Telegram kanalına yəni qoşula bilərsiniz. Qonaqol pulsuzdur, VIP və CIP ödənişlidir. Eyni zamanda bizdə sniper atışı mükəmməl bir strategiyamız bu həftə start veriləcək. Siz də qoşula bilərsiniz. İstədiyiniz zamanı onlaynla qoşula bilərsiniz. Heç bir problem yoxdur. Görüşmək ümidi ilə
bizim WhatsApp nömrəmizə 07985 0025-ə yazın, qeydiyyata durun və biz təlimə başlayaq. Sağ olun, görüşmək ümidi ilə.